Müğənnilər Ziba Osmanlı və Nigar Süleymanova ATV-də yayımlanan rəngarəng verilişində sənət camiyyəsindəki qalmaqallı məqamlara toxunaraq həmkarları Akşin Fatihə qarşı sərt ittihamlarla çıxış ediblər. Yenilik Yaz xəbər verir ki, canlı efirdə danışan hər iki sənətçi Akşin Fatihin özünə məxsus məkanında müğənniləri çox az məbləğ qarşılığında dəvət etdiyini, bəzən isə pul verməkdən imtina etdiyini bildirib. Ziba Osmanlı məsələyə açıq şəkildə münasibət bildirərək bu sözləri deyib. Mən bunu gizlətmirəm. Açıq-aşkar deyirəm ki, Akşin Fatihin pul verməklə arası yoxdur. Hətta bir dəfə mənə 50 manat pul vermişdi. Bu məbləği 70 manata qaldırmaq istəyəndə mənə dedi ki, mənim məkanımda çıxış etməyimə ehtiyac yoxdur, gəlməyim. Zibanın bu açıqlamasını müğənni Nigar Süleymanova da təsdiqləyərək qeyd edib ki, sənətkarların zəhmətinin belə qiymətləndirilməsi təəssüf doğurur və bu münasibət həm sənətə, həm də sənətçiyə hörmətsizlikdir. Verilişin aparıcısı və digər qonaqları da bu məsələyə münasibət bildirərək qeyd ediblər ki, sənət adamları arasında qarşılıqlı hörmət və ədalətli münasibət mütləq olmalıdır. Efirdə səslənən bu fikirlər sosial şəbəkələrdə də rezonans doğurub və izləyicilər tərəfindən geniş müzakirə olunub. Hazırda Akşin Fatihdə məsələ ilə bağlı hər hansı rəsmi açıqlama verilməyib, lakin bu qalmaqallı çıxışlar sənət aləmində yeni müzakirələrə səbəb olub.